Salam əziz izləyicilər. Bugün sizinlə MHM-dən ədəbi normalara baxacağıq. Başlayaq birinci sualdan. İzaha keçməmişdən öncə, hər dəfə bu mənim özümün yadımdan çıxır. İzaha keçməmişdən öncə sizin yenə dəstəyinizi xahiş edəcəm. Rəy yazmağı, bəyənməyi, paylaşmağı, abunə olmağı unutmayın. Hər cür dəstəyinizi gözləyirəm yəni. Deyir ki, verilən fikirlərin doğru və yanlış olduğunu müəyyən edin. Normalara riayət etmək hamı üçün önəmli deyil. Əlbəttə ki, yanlış fikirdir. Fonetik norma özündə iki normanı birləşdirir. Bəli, doğru fikirdir. Orfoqrafik və orfoepik normanı birləşdirir. Leksik normaya funksional üslublarda yer verilmir. Yanlış fikirdir. Leksik norma sözü düzgün yerində işlətməkdir. Funksional üslublarda bədii üslub, elmi üslub, yəni əsas elə leksik norma lazımdır funksional üslublarda. Leksik normada heç bir şərtlə varvarizm, vulqarizmə yol verilmir. Bu da yanlış fikirdir. Niyə? Çünki bədii əsərlərin dilində bəzən obrazın xarakteri xüsusiyyətlərini vermək üçün varvarizmdən, vulqarizmdən istifadə edilir. Leksik normanın yalnız düzgün deyil, dəqiq yerinə görə ifadəli, emosional ifadə olunması gərəklidir. Bəli, doğru fikirdir. Belə bir variantımız varmı? Deməli, A variantı. Fonetik normanın pozulmasına aid olan fikirləri müəyyən edin. Xüsusi isimlərin böyük hərflə yazılmaması, bəli, biri götürə bilərəm. Rum rəqəmlərindən sonra sıra sayı düzəldən şəkilçinin qoyulması, bəli, bu da fonetik normanın pozulması məqamıdır. Məsələn, belə yazırıqsa, burada fonetik norma pozulub. Sözü sətirdən sətrə keçirəndə, sətirdən sətrə keçirmənin tələbinə uyğun keçirilməsi, yox, tələbə uyğun keçirirsənsə, fonetik norma niyə pozulsun ki? Qarma-qarışıq sözünün cümlədə verilən şəkildə işlədilməsi. Burada da deməli pozulub, çünki qarma-qarışıq belə olmalıdır. Rəqəmlə ifadə olunan sıra sayının şəkilçisinin öz tələbinə uyğun yazılması. Şəkilçi tələbə uyğun yazılıbsa, norma pozuntusu sayıla bilməz. Cavabımız olar D variantı. Qrammatik norma pozulmuş cümlələri seçin. Xeyli vaxt keçməsinə baxmayaraq nə o gəlmirdi, nə də bağlayıcısı varsa, burada bir inkarlıq bizə lazım deyil. Nə o gəlirdi, nə də biz gedirdik olmalıdır. Bir də pozulubdur. Bu hadisədən öncə onlar hər həftə bizə gələrlərdi. Burada da şəkilçi yerini dəyişibdir. 2-də norma pozulubdur. Küləyin xəfif əsməsi sahədəki otları yüngülcə tərpədirdi. Burada bir şey yoxdur. Meşədəki yaşıl-yaşıl təkrar olunan söz sifətdən sonra gələn isim cəmdə olmalıdır. Norma pozulubdur. Adi kəndimizə gedən bu yolları yenicə görürdü. Burada da bir pozulma məqamı yoxdur. Cavab olar B variantı. Sənin hünərinlə neçə qəhrəman əskər paltarını geymiş yenidən. Burada qrammatik norma pozuntusu var. Çünki xəbər yerini dəyişib. Qılınc qurşamışdır neçə pəhləvan. Baxıb öz oğluna u düşməli idi. Çünki mənsubiyyət şəkilçisi qəbul edəndə oğul sözündə düşmə baş verir. Saytını itirir yəni. Burada da fonetik norma pozulubdur. Qrammatik, fonetik. Cavabımız olar C variantı. Sonra burada nə var? Yaxşılıq birdəndir. Torpağa atsan 1000 ruzi yetirər. Ömrün düşməlidir. Fonetik normadır burada və xəbər yerini dəyişibdir və qrammatik norma pozulubdur. Hansı cümlədə iki müxtəlif norma pozulubdur? Ailə həyatının yaxşılığa doğru irəlilədiyini bilirdi. Burada hardasa leksik norma götürmək olar. Qulağına taxdığı üzükvari sırğalar, qulağına taxmaq sırğalar çox yaraşırlardı. Yaraşırlardı deyə bir şey yoxdur da. Burada qrammatik norma pozulub, şəkilçi yerini dəyişibdir. Sonra da burada i olmalıydı. Fonetik norma pozulubdur. O gündən Arazla biz buruqda çalışmağa başladıq. Norma pozuntusu görmədim. Araz qəhqəhə ilə ağlayıb. Leksik norma var burada. Başqa bir şey yoxdur. O gecəki hadisədən sonra daha görüşməmişdik. Burada da o gecəki bitişik yazılan fonetik var. Başqa bir şey yoxdur. Hansı cümlələrdə fonetik norma pozulmayıb? Ya da yox, bunu səhvdir. O günkü kimi deyil, axı burada o gecəki fərqlidir.
Ayrı yazılmalı dili. Buna baxaq. Hansı cümlə fonetik norma deyil pozulmayıb? 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik günüdür. Bunlar böyük hərflə olmalı idi. 8 mart Beynəlxalq Qadınlar Günü, yenə günü böyük hərflə olmalıdır. Azərbaycan milli qəhrəmanı, qəhrəman böyük hərfdir. Bizim evə bazarlıq güllər mağazasına, mağaza kiçik olmalıdır. Sinif yoldaşım Bakı Mədəniyyət və İncəsənət qəbul oldu. Burada bir şey yoxdur. Hansı cümlədə fonetik norma pozulub? Bizim meşələrdə çoxlu yer fıstığı əkilir. Burada pozulma yoxdur. Nəqərat belə yazılır. Yəni dil tutmur bu sözü deməyə, amma yəni belə yazılır. Yerli xalqın özünəməxsus mentalitet birliyi ilə olur. C-də pozulma var. Sürət yazılır. Hər murad istəsən müəssərdəki belədir. Sonra müstəqil ölkədə yaşayan hər bir şəxs azad yaşamağa məhkumdur. Azad yaşamağa məhkum həbs olunmaq mənasında deyirlər də. Malikdir olmalıdır. Azad yaşamağa malikdir. Müstəqil ölkədə yaşayan hər bir şəxs azad yaşamağa malikdir. Belə bir şey. Burada deməli leksik norma var. Bir də fonetik norma var. B variantı. Normalara aid məntiqi ardıcıllığı tamamlayan. Mən yol texnikumunu, bax burada var idi o texnikum sözü. De burada baxın u. Texnikumunu bitirən kimi toyumuz olmuşdu. Havaların pis keçməsi ilə bağlı qəbahət yarana bilməz. Yəni başqa bir leksik məna var burada. Leksik. Burada fonetik norma var. Bizə lazımdır nə qrammatik normanın pozulması məqam. Mən bu həyatımdan çox razı idim, yoxdur. Pəncərənin qabağında dayanmış oğlan soyuq baxışlarla çölə baxırdı. Burada bir şey yox. Vətənin dağları uzaqdan təbəssüm edirdilər. C-də var. Vətənin dağları baxmayaraq ki cəmdədir, amma cansızdır da. Cansızdırsa burada lar ola bilməzdi. Sonra fonetik norma deyir ki, uyğun fikirlər. Fonetik norma 3 norma prinsipinə əsaslanır. 3 yox, 2. Orfoqrafik və orfoepik normaya. Deməli, birləri çıxmalıyam variantdan. Ya adı ya deyil. İnversiya qrammatik normanı pozur. Bəli, doğrudur. Məcazilik norma pozuntusu sayılmır. Doğrudur. Şeirlərdə məsələn hər hansı bir məcazi ifadə işlənibsə, yaxud frazem varsa, o norma pozuntusu sayılmır. Şəkilçilərin ixtisarı qrammatik normanı pozur. Yanlış fikirdir. Üçüncü şəxsdə götürdüm. Üçüncü şəxsdə uzlaşma əlaqəsi kəmiyyətcə pozulsa da qrammatik norma pozulmaya bilər. Bəli, doğru fikirdir bu. Bu nə deməkdir? Məsələn, bayaq var idi. Çaylar axır. Kəmiyyətcə uzlaşma pozulub. Çaylar cəmdədir. Bunu yazım. Çaylar axır. Kəmiyyətcə uzlaşma baxın pozuldu. Çaylar cəmdədir, axır təkdədir. Amma norma pozulmadı. Çünki çaylar cansızdır. Cansız olanda xəbərdə cəmlik lazım deyil. 2, 3, 4 D variantı. Qrammatik normaya aid olan doğru fikirləri müəyyən edin. Bədii əsərlərdə, xüsusilə şeirlərdə cümlə üzvlərinin sırasının pozulması qrammatik normaya təsir etmir. Yanlış fikirdir. Təsir edir. İsimlərə şəkilçi qoşulma ardıcılığı, cəm, mənsubiyyət, hal xəbərlikdir. Bəli. Məsələn, şagirdlərimizdəndir. Düzdür bu. 2-ni götürürəm. İnkar bağlayıcıları qrammatik normada rol oynayır. Bəli, doğrudur. Məsələn, deyirik ki, nənədə olan cümlədə inkarlıq ola bilmir. Xəbər inkarda ola bilmir. Yəni 2-3 düzdür. Uzlaşma insan anlayışında pozulsa, qrammatik normada pozulur. Bəli, doğrudur. Müəyyən miqdar sayından sonra gələn isimlər hər zaman cəmdə işlənməlidir. Əksinə, müəyyən miqdar sayından sonra gələn isim adətən təkdə işlənir. Sadəcə illər, aylar, qərinələr, əsrlər olanda cəmdə də işlənə bilər. Məsələn, 1000 illər deyə bilərik. 100 əsrlər deyə bilərik. Uzlaşma insan anlayışında pozulsa, qrammatik norma pozulur. Bu nədir? Məsələn, deyirəm uşaqlar ağlayır. Ağlayır. Burada qrammatik norma pozuldu. Çünki bu cəmdədir. Bu təkdədir. Burada norma pozuldu. Nə olmalıydı? Ağlayırlar olmalıydı. Deməli 2, 3, 4 C variantıdır bizim düzgün cavab. Yaz aylarında çiçəklərin ətri ətrafa bürümüş, insanlara zövq verirdi. Nümunəsində hansı norma pozulmuşdu?
Fonetik var da, başqa heç nə yoxdur. Fonetik normanın pozulduğu cümlələri müəyyən edək. Deyir ki, Almaniyada gələnlər diskriminasiyaya uğradılar. Diskriminasiya. İkinci Dünya müharibəsi kiçik. Baş verənlər bütün ixtişaşlar fağır füqaranın yox da, fəqir füqaradır. Burada var. Deməli 1, 2, 3. Boğazının nazik dərisini az qala deşib çıxan hülqumu tez-tez qalxıb enirdi. Bugünkü hadisən. Burada da başqa şey yoxdur. Cavab olar E variantı. Hansı cümləni qrammatik normanın pozulduğu, həm də pozulmadığı hal kimi qəbul etmək olar? Deyildim mən sənə mail. Burada xəbər keçib önə. Deməli, burada qrammatik norma mütləq var. Pianoda ifa edəcək Elçin bəy. Bunu adlıq cümlə kimi düşünə bilərik. Yəni, biz buradakını fe'l sifət məqamında düşünə bilərik. Elçin bəy, hansı Elçin bəy pianinoda ifa edəcək? Bir də Elçin bəy, yəni qrammatik normanın pozulma məqamı kimi də qəbul edə bilərik. Yəni xəbər kimi düşünsək, xəbər önə keçib deyə qrammatik norma pozular. Yəni iki halda da düşünə bilərsiniz bunu. İstər bunu təyin kimi düşünün. Təyin kimi düşünəndə norma pozulmayacaq. Bunu xəbər kimi düşünün. Xəbər kimi düşünəndə isə norma pozulacaq. Bizim uşaqlarımız uğurlu nəticələrlə döndü. Burada artıq lar olmalıydı. Çünki bu mübtəda cəmdədir. Qrammatik norm istənilən halda pozulub. Örüşdəki quzular mələşirdi. Burada bir pozulma yoxdur. Yaz fəsli gəldiyindən ağaclar çiçəklənmişdi. Burada da norma pozuntusu yoxdur. Sonra hansı cümlədə uzlaşma əlaqəsi pozulsa da qrammatik norma pozulmayıb? Uzlaşma əlaqəsi pozulub deyir. Amma qrammatik norma pozulmayıb. Ağaclar dəyişirlər. Ağaclar cansızdır, təkdədir. Cəmdədir, xəbər də təkdə olmalıydı. Yəni, baxmayaraq ki, ağaclar cəmdədir, cansız olduğuna görə xəbər təkdə olmalıydı. Burada norma pozulub, bizə pozulmayıb lazımdır. İnsanların bir çoxu təkdədir, düzdür? Bu da təkdə olmalıydı. B-də də pozulub. Kəndimizdəki inəklər ilin bərəkətli gəldiyinin göstəricisidir. İnəklər cəmdədir, xəbər təkdədir. Uzlaşma əlaqəsi normalda pozulub, amma bu qrammatik normanın tələbidir. Yəni C-də pozulma yoxdur. Quzuların hamısı təkdədir, xəbər təkdədir. Əli, bugün axşam bizə gələrsən. Burada da ki, mübtəda yoxdur, uzlaşma əlaqəsi yoxdur. Bu da xitabdır. Dəmir parçaları gölün içində çox mövcud olduğunun üçün, mövcud olmaq leksik norma, çox qaldığı üçün olar. Doğrudan belə olmalıydı. Paslanmışdılar. Bu da qrammatik normadır. Çünki dəmir parçası cansızdır. Xəbərdə lar ola bilməz. Hamısı var da burada E variantı ola. Sonra leksik normanın pozulduğu cümlələri seçin. Həqiqəti unudarsan, ağız çaşar, ağız çaşmaz, dil çaşar. Bir də var. Novruz bayramında uşaqlar qonşu qapılara papaq qoyardılar. Papaq qoymazlar, papaq atarlar. 2. Anasından ötürü burnun ucu göynəyərdi. Bu frazemdə burada bir məqam yoxdur. Bizim kəndin yaşlı qocaları, qoca onsuz yaşlı olur. İkinci bir yaşlı sözünə ehtiyac yox idi. Cavab olar C variantı. Onun gözlərində qışın soyuğunu görürdüm. Burada da məcazilik var da bir norma pozuntusu sayılmır. Deməli 04.04.2019-cu ildə evə gələn əsgər. Bu nə vaxt gəlib? Fevralın 4-ü gəlib, elə bil. Fevralın 4-ü. Düzdür. Əsgər bir gün öncə, yəni fevralın 3-ü, 3 fevral, hərbi hissədən buraxılıb. O evdə deyir ki, məni sırağa gün tərxis yox, təxris. Burada bir norma pozuntusu var. Məni sırağa gün təxris ediblər. Verilən nümunə əsasən hansı normaların pozulduğunu müəyyən edin. Sırağa gün tərxis ediblərsə, bu 2 fevral buraxılıb da. 2 fevral buraxılıbsa, evə niyə 4-ü gəlib çatıb? Nəsə, burada leksik norma pozulub. Bir də nə pozulub? Bir də fonetik norma pozulub. 19A.
Sonra soyqırımıdır bu. Fonetik norma var burada. Bağlı şəxsin fikrini bildirən müəllif obyektiv yox subyektiv olmalıdır. Leksik norma, həm də fonetik norma var burada. Hansı cümlədə uzlaşma əlaqəsi gözlənilsə də qrammatik norma pozulubdur? Qoyunlar onun qazanc yeri idi. Uzlaşma əlaqəsi gözlənilməyib əksinə. Uzlaşma əlaqəsi pozulub, amma qrammatik norma gözlənilib bu cümlədə. Dostların əksəri təkdədir, bu da təkdə olmalı idi. Uzlaşma əlaqəsi gözlənilsə də deyir. Burada bir gözlənilmədən söhbət getmir, bu səhvdir, həm də norma pozulub. Bağçadakı çiçəklər cəmdə, saçırdılar cəmdə. Uzlaşma əlaqəsi gözlənilib. Amma bu norma pozulub. Normanın tələbi deyir ki, çiçək cansızdırsa, sən xəbərdə larları işlədə bilməzsən. C-ni götürə bilərik. Biz də onları görəndə artıq gecidir. Burada bir xəbər, mübtəda yoxdur, bu şəxsi cümlədir. Ağacın yarpaqları yerə töküldü. Yarpaqları deməli cəmdə uzlaşma əlaqəsinə görə burada larlar olmalı idi. Larlar olsaydı uzlaşma əlaqəsi gözlənilərdi. Yoxdursa gözlənilməyib, amma qrammatik norma gözlənilibdir. Çünki bu cansızdır, qrammatik normanın tələbi burada ödənilibdir. Manekendəki paltarlar çox xoşuna gəlmişdi. Deyir ki, hansı norma pozulub? Fonetikdir də, başqa yoxdur. Hansı cümlədə qrammatik norma pozulub? Uşaqlar 1000 illər öncəyə aid olan tarixi öyrənirlər. Uşaqlar cəmdə, xəbər cəmdə. Bir problem yoxdur. 1000 illərdəki, dedik ki, bayaq, illər, qərinələr, əsrlər olanda müəyyən miqdar sayından sonra gələn isim cəmlənə bilər və bu norma pozuntusu sayılmır. Anı çıxdıq. Bizim bir qədər işlərimiz var ki, yarımçıq qalıb. Bir qədərdən sonra gələn isim cəmlənə bilməz. Bu normanın pozuntusudur. Yaşıl küçələr cəmdədir. Norma gözlənilib. Onun sözləri hələ də qulağımda sırğadır, gözlənilibdir. Mən, sən, Elçin və Rəsul bugün ora getməlisiniz. Bəli, siz getməlisiniz də. Burada da norma gözlənilibdir. Hansı cümlədə leksik norma pozuntusunu ən azı 2 müxtəlif yol ilə düzəltmək mümkündür? Burada Xosrov və Şirin poeması mənzum roman təsiri bağışlayır. Burada leksik norma pozuntusu yoxdur. Sabir satiralarında ədalətsizliyi tənqid edir. Burada da norma pozuntusu yoxdur. Kvadratın tərəflərinin hasili onun perimetri deyil, onun sahəsidir. Mənim riyaziyyatım elə də güclü deyil, amma belədir, sahəsidir. Bir də kvadratın tərəflərinin cəmi olardı. Cəmi onun perimetridir. Yəni 2 cür düzəltmək mümkündür. Cavab olar C variantı. Digərlərində yoxdur deyə baxmadım. Onun dostları ali təhsilin ilk səviyyəsini magistr. Yox, ilk səviyyə deyirsə magistr olmaz. Burada bir leksik norma pozuntusu var. Leksik. Sonra onun dostları cəmdədir. Bitiriblər də cəmdə olmalıdır. Çünki insan anlayışı bildirən mübtədadır. O cəmdədirsə, bu da cəmdə olmalıdır. İndi deyir ki, leksik və qrammatik normalar pozulubdur. Bəli, qrammatik normanı da gördüm, leksiki də gördüm. Bir düzdür. Fonetik norma pozuntusu Samitin səhv yazılışı ilə bağlıdır. Fonetik normanı düzü görmədim axı. Təkrar baxdım, fonetik norma pozuntusu yoxdur. Qrammatik norma pozulmayıb, yanlış fikirdir. Fonetik norma pozulmayıb, bu da doğru fikirdir. Deməli, cavabımız oldu E variantı. Sonra 26-cı sual. Bu işin sonundakı uğuru görüb avanturaya uydular. Bu işin elə bil pis qurtarmaqdır da, sonu pis qurtaran bir şeydir. Yəni, işin sonundakı uğurla bu əlaqəli deyil. Burada fonetik nədir, estağfurullah, leksik norma pozulubdur. İşlərdə olan çatışmazlığa görə daş tərəzi fonetik norma dəyişdirdi. Yalnız fonetik, başqa yoxdur. Sonra onlar müstəqilliyimizi tam olaraq, yəni de facto şəkildə tanıdılar. Tam olaraq tanıyıbsa de jure tanımadı, de jure. Birincisi söz səhv yazılıb, de facto belə olmalıydı. İkincisi də ki söz yerinə düşməyibdir. Burada həm fonetik, həm qrammatik, leksik norma
Niyə qrammatikdən yapışmışam mən bu gün? Pozulubdur. Hansı cümlədə elektrik sözündə vurğu ikinci hecəyə düşünülsə, orfoepik norma pozular. Elektrik sözündə peşə mənası bildirəndə, bir də insan anlayışı bildirəndə vurğu düşür elektrik bura. Aha, deməli bizə lazımdır ki, peşə bir də insan anlayışı bildirməsin. Onun atası tanınmış elektrikdir. Burada norma gözlənilib. Bura düşsə norma pozulmaz. Bu seçdiyi ixtisas elektrikdir. Bura düşsə norma pozulmaz. Elektrik peşəsi bura düşsə norma pozulmaz. Elektrik xətləri təmir edildi. Bura düşsə norma pozular. Deməli cavab olar D variantı. Qonşumuz elektrik Elxan dayı işinin ustasıdır. Bir şey pozulmuş olmur burada. Cavab oldu D variantı. Keçək 30-a. Günbəgün artır könlümün qübarı. Burada səhv yazılıbdır və yer dəyişmə var. Xəbər gəlib əvvələ. Fonetik və deməli qrammatik norma pozulubdur. Hər müştəri üçün 50% qazanc əldə edən işçi, fonetik var. Saat hesabı işləyir. Bu sual maraqlı sualdır əslində. Burada cavabı A götürüb deyəsən. Leksik normanı da sahibdir. Yəni deyir hər müştəri üçün 50% qazanc əldə edirsə, necə saat hesabı işləyir. Amma bu əksər repetitorlar belə işləyir də kurslarda filan. Nə bilim, hər nəsə istəsəz maraqlana bilərsiniz bunu. Nümunədə ədəbi dilin hansı normaları pozulub? Bu şirniyyat bişirənlərin 3 fərqli üstünlükləri 3-dən sonra aid olduğu cəmdə ola bilməz. Burada nə pozulub? Qrammatik norma, bu kanın leksik norma daha dadlı olması, başqa bir şey yoxdur. Deməli hansı oldu? Leksik və fonetik və qrammatik norma. Hacıbəyovun bəstələri arxa fon, elə arxa fon arxa səs deməkdir. Bunun ikisindən biri olmalıydı. Bu nədir? Yəni fon arxa səs deməkdir. Bu olmamalıydı. Fonda səslənilir. Bu olmalıdır leksik norma. Müənninin səsində hamımız feyziyab olmuşduq. Bu söz belə yazılmır. Burada i olmamalıdır. Bu fonetikdir. Hazırlaşanların əksər təkdədir. Deyirlər bu da qrammatik normadır. Leksik, fonetik, qrammatik, leksik, fonetik. B variantı. Bir neçə qeyri-adi egzotik bitkiləri burada əkəcəyəm. Qeyri-adi ilə egzotik eyni şeydir. Leksik norma. Bir də bir neçədən sonra aid olduğu isim cəmdə ola bilməz. Bu da oldu nə? Qrammatik norma. 34-də cavab B variantı. Onun dostları da çıxan ambisiyadan sonra həbsdən azad oldu. Dostları cəmdə xəbər təkdə olduğuna görə qrammatik norma pozulub. Ambisiya əsası olmayan iddia deməkdir də. Bu uzağı nə olar bu? Prezident sərəncam verir. Amnistiya, əfv sərəncam, amnistiya olmalıydı burada. Yəni leksik normadır bu. Qrammatik, leksik. B variantı. Eygün dərs danışarkən izah edir ki, metafor A yox, metafor, fonetik, əşyanın özündən daha güclü olan başqa əşyaya bənzədilməsidir. Bu da təşbehdir. Təşbeh. Deməli, burada həm leksik pozulub, həm də fonetik norma pozulub. Fonetik və fonetik və leksik A variantı. Füzulinin Leyli və Məcnun poemasında burada poema onsuz məzun olur. Bu leksik normadır, artıqdır. Əks olunan fikirlər indi də yaşayırlar. Fikirlər cansızdır. Cəmdə olsa da xəbər təkdə olmalıydı. Qrammatik norma var burada. A variantı. Günay Axundzadə yaradıcından danışanda deyir ki, hekayət xırs quldur basan əsəri, dramatik, fonetik norma yazılan 3-cü əsərdir. Düz deyir. Yalnız fonetik norma. Hansı cümlədə qrammatik normanın pozulması digərlərindən fərqlənir? Cəmaatın çoxu təkdədir, idilər təkdə olmalıydı. Burada bir dənə var. Onların bir çoxu bu məsələ haqqında qərarsızdır. Burada norma pozuntusu görmədim. Nə onlardan gələn yox idi. Gələn yox idi, olmaz. Xəbər inkarda olmaz. Nə də bir neçə qonaq. Bir neçə
sözündən sonra, sayından sonra gələn isim təkdə olmalıdır. Burada 2 dənə var. Ya onlar səni buradan aparsın, ya da ki, mən bilirəm nə edəcəm. Burada norma pozuntusu yoxdur. Səsinin məlahətindən ağaclar təkdə, ağaclar cəmdə olsa da cansızdır. Xəbər təkdə olmalı idi. Demək 2 dənə burada var. Evdəkilər mənə səbirli olmağı öyrədirdi. İ var burada. Hansı pozulub? Yalnız evdəkilər cəmdədir. Xəbər də olmalı idi nədə? Cəmdə. Həm fonetik var, həm də qrammatik var. Neçə nümunədə qrammatik norma pozulub? Uşaqların bir çoxu təkdədir, xəbər təkdə olmalı idi. Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı. Burada pozulma yoxdur. Sonra hamını mən dəvət etmişəm şənliyə. Burada var. Çünki xəbər yerini dəyişibdir. Onlar axı dərslərini yaxşı oxuyarlardı. Bunlar şəkilçilər yerini dəyişibdirsə. Yoxsulu, ərbabı, şahı, gədanı tutmaz bir-birindən aralı dağlar. Burada da xəbər yerini dəyişib. Yəni 1, 2, 3, 4 dənədir də. B variant. Normanın pozulduğu nümunənin qarşısındakı xana qara. Deməli bu pozulmuş sayılıb. Bu da pozulmuş sayılıb. Digərləri isə pozulmamış sayılıb. Və deyir ki, bu şərt pozulub. Geyim, keçim burada pozulubdur. C ilə olmalıydı. Qarşısındakı xana qaradır. Bir də deməli gözlənilibdir şərt. Bununla bunu çıxdım. Dünən dənizin bəyazla ağ eyni şeydir. Leksik norma pozulub. Deməli bu da qara olmalıydı. 2-ni götürdüm. Elə bir dərin yuxudan oyandım. Burada bir pozulma məqamı yoxdur. Məcazilikdir. 3-ü götürəcəm. Bəzi xalqlar öz müqəddəratını müəyyən edir. Xalqlar cəmdədir. Bu da cəmdə olmalıydı. Deməli 4də pozulma var. Bir gün dərsdə sürünü otaranda yanıma gəl. Dərədə dərsdə sürünü otarmaq nə idi? Nəysə. Cavab olar D variantı. Sonra nümunələrdə pozulan normalar əsasında uyğunluğu tapmalıyıq. O uşağın atası İnşil anam xəstə yatanda bizə baş çəkməyə gələcək. Yəni İnşil bildirdən də o birisidir də. Elə bir məsələn 2025-dir. 2024 bildirdi. 2023 İnşildir. Yəni gələcək nə əlaqə? Yəni burada leksik norma pozulubdur. Valideynləri ev eşiklərini zəhimli, tünd müxəyyir, zəhimli olmaz da bu. Yenə leksik norma var burada. Zəhimli mebel olmaz. Paltarlar səliqələ şkafa düzülmüşdülər. Burada da qrammatik norma var. Deməli 2 dənə leksik var dalbada, bir dənə də qrammatik. Paltarlar cansızdır. Ona görə burada larlər olmamalıydı. C variantı. Cədvəldəki uyğunluğu müəyyən edin. Fonetik norma pozulsa da qrammatik norma pozulmayıb. Onun meyiti kəndin ayağındakı kanalların birini aşkar demişdi. Burada fonetik normanın pozulma məqamı yoxdur. T ilə yazılır elə bu. Tabut sözündən yadda saxlamaq olar. Bunu çıxdıq. Dünən çox insanlar şikayət ərizələrini, burada bir yer dəyişmə var. Aha, fonetik norma pozulub, amma qrammatik norma gözlənilib. İnsanlar canlıdır, cəmdədir, xəbər də cəmdə olmalıdır. Tikanlı məftil fonetik norma pozulub. Çərçivəyə alınmış sahə satıldı keçən il, amma burada qrammatik norma da pozulubdur. Ona görə 3-ü çıxıram. 3-ü buradan da çıxsam cavab B qalar. Qrammatik norma pozulsa da fonetik norma pozulmayıb. Oğlunu fonetik norma pozulubdur. Düşməli idi saytı, mənsubiyyət qəbul edibdir. Sonra Akif mübtədadır, yerini dəyişib. Mübtəda olduğunu hardan bildin? Burada bir vergü yoxdursa deməli bu mübtədadır. Nə qəzəbi soymadı, nə də bağlayıcısı. Burada inkarlıq olmamalıdır. Fonetik norma pozulubmu? Yox, 5də pozulmayıb. E-mail adresimə göndərilən məktublar oxunacaqlardır. Burada qrammatik norma pozulub, amma fonetik norma pozulmayıb. E-mail sözü belə yazılır. Sonra 45. Leksik norma deyir, boş xanalardan yalnız birincisinə yazıla biləcək nümunələri müəyyən edin.
çənəsi də yarıya qədər torpağın qumuna bulaşmışdı. Yəni ya torpağa bulaşıb, ya quma, dənizin bəlkə qumuna olar da, dənizin qumu olur. Burada leksik norma pozulub, amma bura yaza bilmədim. Biri götürürəm. Kimin ürəyi arzu və ümidlə doludursa, o artıq gələcəkdə yaşayır. Burada leksik normanın pozulma məqamı yoxdur. Ona görə B-ni bunları çıxıram. Yəni içini bura yaza bilmədim. Paltarları çoxdan yuduğuna görə hələ də yaş idi. Yəni çoxdan yuyubsa artıq quru olmalı idi. Yaş olmamalı idi. 3 gedəcək bura. Səhv yazılmış sözdə yoxdur. Şirin-şirin meyvələri ağacdan. Bax, ağac düşürtdüm. Səhv yazılıb. Bu bura yazılar. Burada yazılar. Yəni ikisinə də yazılar. Bizə lazımdır birincisinə yazılsın. Cavabımız olar 1-3 A variantı. Hansı nümunədə fərqləndirilən söz ədəbi dilin 2 normasını pozur? Yolçulardan biri şahı hündür təbəqədən olan şəxsi görüb qorxuya düşdü. Hündür yox, yüksək təbəqə olar burada. Yüksək təbəqədən olan A-nı çıxdıq. Gənclər, amma bir dənə normanı pozub, o da leksik normanı pozub. Bizə lazımdır ki, fərqləndirilən söz 2 normanı pozsun. Gənclərin bir çoxu kitab oxumaqdan uzaqdırlar. Burada norma pozuntusu yoxdur. Lakin şəhər duması vəsait çatışmamazlığını... Aha, burada həm qrammatik norma pozuntusunu görürəm. Bir sözdə ikinkarlıq ola bilməz. Həm də ğı olmalı idi. Fonetik normanı pozubdur bu. C-dir. Sonra... Kompüter ü olmalıdır. Kompüter oyunları. Bu yalnız fonetik normadır. Sonra şayələr artıq şəhərə. Şayə də belə yazılır. Ş-A, Y, İ, Ə. Yəni belə bir şey yazılır. Burada da yalnız fonetik normadır. Başqa bir norma yoxdur. Hansı nümunədə fonetik normanın pozulduğu məqam daha çoxdur? Əsərin kulminasiya nöqtəsi daha maraqlı və daha cəlbedici idi. Burada 2 dənə var. Aktyorun çıxışı o qədər yaxşı oldu ki, bir çox tamaşaçı onu təbrik. Burada bir dənə var. WhatsApp yazışmaları ələ keçirilən əli bununla bağlı hüquqi orqanlara 2 dənə də buradadır. Dünən yanlış yazdığı tapşırığı bir dənə atası tərəfindən də yoxlanılmışdı. Sonra burada da bir dənə yanılış sözü var. Yanlış. Elə bir n öncə olmalı idi da. Yanılmaq sözündəndir o. Deməli, burada nə oldu? Burada da 2 dənə oldu. Bir daha məlum oldu ki, məşhur yazıcı Zəncirvari poemalar yazmış və nəşr etdirə bilməmişdi. Burada da 3 dənədir. E variantı. Keçmişdir onlara qəzəbin niyə? Düşmüşdülər səndən aralı göy-göl. Nümunəsi üçün hansı yanlış fikirlər? Doğrudur. Leksik norma pozulub. Burada yanlışdır. Bir bunun üçün yanlışdır. Ağıllı o adamdır ki, başqaları müdrikliyindən və təcrübəsindən öyrənir. Burada bunun üçün doğru deyil yəni. Bir ikisi üçün də yanlışdır. Bir ikisi üçün də yanlışdır. Bunu çıxdıq. Fonetik norma pozuntusu var. Burada yoxdur. Bunun üçün yanlışdır. Müdrikliyindən. Bunun üçünsə doğrudur. İkini götürə bilərəm. İkini götürəcəmsə bunu da çıxdım. Qrammatik norma pozuntusu yoxdur. Bunun üçün yanlışdır. Çünki xəbər yerini dəyişibdir. Qrammatik norma pozulubdur. Amma burada müdrikliyindən, təcrübəsindən öyrənir. Burada isə yoxdur elə bir məqam, yəni bunun üçün doğrudur. Qrammatik norma pozuntusu yoxdur həqiqətən də. 3-ü götürürəm, 4-ə baxaq. Qrammatik norma pozuntusu söz sırasının pozulması ilə bağlıdır deyir. Bunun üçün doğrudur. Yəni 4-dəki fikir birinci üçün doğrudur. Bizə lazımdır yanlış olsun. Ona görə 4-ü çıxıram. Cavabım olar A variantı. Sonra klasteri tamamlayın deyir. Balaca körpələr birdən çox fərqli norma pozuntusu mövcuddur. Balaca körpələr beşikdə yanaşı uzanıb. Körpə onsuz balaca olur. Burada leksik norma var. Qığıldayır. Burada fonetik norma var. Deməli, həm fonetik var, həm leksik var. Birə mən A-nı qoya bilərəm. İndi ikinciyə baxım. Kiçik dalğalar sahilə çırpılır. Yenidən geri qayıdıb. Ağ-bəyaz köpük.
Bir də ağla bəyaz eyni şeydir. Həm leksik var, həm də nə var? Fonetik var. İndi variant üstündə işləsək, 1-ə deyir A-nı qoysan, 2-yə C-ni yaz. Nümunədə ədəbi dilin bütün normaları pozulub. Bəli, pozulub. Körpələr cəmdədir. Heç ona fikir vermədim. Körpələr cəmdədir. Oxuyurdular nədir? Oxuyurdular cəmdə olmalıdır. Qrammatik normada burada pozulubdur. Sonra dalğalar cansızdır, cəmdədir. Yaradırdılar təkdə olmalıdır. Burada da qrammatik norma pozulub. Hamısı deməli pozulubdur. A yazsam C yaza bilirəm. Sonra D. Leksik norma pozuntusu artıq sözün işlənməsi ilə bağlıdır. Doğrudur. Sonra E. Fonetik norma pozulan söz müstəqil cümlə üzvü olan sözdür. Bəli, fonetik norma qığıldayırdı. O da müstəqil cümlə üzvüdür, xəbərdir, düzdür. Bura bir F-ə də baxım. Çünki mənə tam cavab lazımdır. F. Qrammatik norma pozuntusu kəmiyyətə görə uzlaşmanın pozulması nəticəsində yaranmışdır. Bəli, çünki körpələr cəmdə idi. Burada da cəmdə olmalı idi xəbər. Kəmiyyətə görə uzlaşmanın pozulması nəticəsində yaranır. Bu da doğrudur. Deməli, cavabım E variantıdır. İndi B-yə baxım. 1-ə deyir C qoy. Nümunədə ədəbi dil bütün normalar pozulub, doğrudur. Leksik norma pozuntusu artıq sözün işlənməsi ilə bağlı, doğrudur, ağ-bəyaz. E. Fonetik norma pozulan söz müstəqil cümləci olan sözdür. Bəli, köpüyü yaradırdılar, tamamlıqdır. Qrammatik norma pozuntusu kəmiyyətə görə uzlaşmanın pozulması nəticəsində yaranmışdır. Bu yanlışdır. Niyə? Kəmiyyətə görə uzlaşma var. Bax, bu cəmdədir, bu da cəmdədir. Kəmiyyətə görə uzlaşma var. Elə ona görə pozulub da. Bu uzlaşmanı ödəyir, amma normanın tələbi deyil. Normanın tələbi odur ki, dalğalar cansızdırsa, xəbər də cansız. Dalğalar cansızdır, cəmdədirsə, xəbər təkdə olmalıdır. Xəbər də cansız olmalı deyəcəkdir. Nəysə, belə. Cədvəldən bütün uyğun cümlələri müəyyən edin. Nümunədə heç bir norma pozulmamış. Çay, qəhvə və xörək servizləri 12 və 6 nəfərlik olur. Burada bir norma pozuntusu yoxdur. Elə bu z ilə yazılır. Məsələn, atlaz, serviz, cehizin z-sı ilə yadda saxlamaq olar bunları. Bir düzdür. Heç bir norma pozulmayıb. Qazancımız olmalıdır. Burada 2-ni çıxıram. Çünki fonetik norma pozulubdur. Biri də götürmüşəmsə cavab deyə olar. Qrammatik normanın pozulub pozulmadığını dəqiq demək olmur. Uşaqlar əlbəttə gələcəklər. Əgər uşaqları mübtəda düşünsəm, burada norma pozular. Lar olar. Yox, uşaqları xitab düşünsəm, norma pozulması 3-ü götürmək olar. Nə danışmır, nə də varsa, nə danışır, nə demir olmalıydı. Qrammatik norma burada pozulubdur. Sonra burada gəlir 51. Yalnız ismi birləşmə ilə ifadə olunan xəbərdən ibarət olan və qrammatik şəkilçilərin sözlərə normaya uyğun artırıldığı cümlədə qrammatik norma pozulubsa, deməli həmin cümlədə xəbərin ifadə vasitələri yerini dəyişibdir. Məsələn, mənim vətənimdir deməliyəm, vətənim mənimdir eləmişəm elə bil. Sözlərdən biri cümlənin söz ismi birləşmə tərkibində sözlərin sırası yerini dəyişib. Belə. Fonetik normanın pozulduğu nümunəni seçin. Elxan gələndən bəri boş bikardır bu. Bu iş üçün sement beton belə B-dir. Fonetik norma. Əzim bəyin ismarı şına yazılır. Bəzisi burada bir şey yoxdur. İntervyu ü ilə yazılır, düz yazılıb. Uyğunluğu müəyyən edin deyir. Bədii əsərdə işlənən metafor və epitet leksik norma pozuntusu hesabına yaranır. Yanlış fikirdir. Nümunəti sözün düzgün, yəni yerində işlədilməsi leksik norma pozuntusu hesab olunur. Yanlış fikirdir. Niyə yerində işlədilməməsi daha doğrusu deyirik. İşlədilməsi bəli, doğru fikirdir. Kəmiyyətə görə, yəni numerativ söz tutalım. Deyirlər, 5 baş ailəsi var. Düzdə deyirik, amma baş inəyə deyilər də, malqara mənasında. 5 baş ailə deyilməz, 5 nəfər ailə deyilər ən az. Sonra kəmiyyətə görə uzlaşmanın pozulması hər zaman qrammatik norma pozuntusu hesab olunur. Yanlış fikirdir. Məsələn, bayaq dağların nümunəsində gördük. Dağlar
canlandı. Tutalım. Uzlaşma pozulub. Dağlar cəmdə canlandı təkdə. Amma qrammatik norma pozulmayıb. Qrammatik normanın tələbi elə odur. Müəyyən miqdar sayından sonra gələn isim cəmdədirsə, deməli mütləq qrammatik norma pozulub. Yanlış fikirdir. Cavab olar D variantı. Bayaq da dedi ki, 1000 illər, 1000 əsrlər, il, əsr, ay, bir də nə qərinə olanda müəyyən miqdar sayından sonra gələn isim cəmlənə bilər. Orfoqrafi, orfoepik normalar fonetik və qrammatik normalar əsasında yarana bilməz. Elə bunların əsasında yaranır da. Yanlış fikirdir. Leksik normanın pozulduğu nümunəni seçin. Onlar verilən ziyafətdən məmnun qaldıqlarını bildirdilər. Məsələ ilə bağlı vaxtında tədbir tökmək üçün 2 ayağını birbaşma dirənmişdi. Bu frazemdir. Burada bir şey axtarmayaq. Tədbir tökməkdə var. Elə frazemdir. Binanın digər tərəfindən üfunət gəlir. Bu eyni mənalı sözdür. İfunət elə iyi deməkdir, pis qoxu deməkdir. Bir də iyi təkrarlanır da elə bil ki. C-dir bu. Xatirələri təkrarən xəyalında canlandırdı, bir şey yoxdur. Sən nəyə görə ona belə qayğı göstərdin? Burada da bir məqam yoxdur. Hansı cümlədə leksik norma pozulmuşdu? Leksik norma. Bu yaşıl çəməndə, çəmən elə yaşıl olur. Bu lazım deyildi. A variantı olar. Mənə müdaxilə etmək yerindədir. Verdiyin sualın cavabını hələ də tapa bilmədim. Polar. Burada leksik yox. Fonetik norma var. Bizimkilər yaman narahatlıq keçirirdilər. Gəmi qaraya. Qaradakı bu sözü işlədirik. Limana, qaraya yaxınlaşırdı. Həm fonetik, həm qrammatik normanın pozulduğu nümunəni müəyyən edin. Mən sizinlə razıyam. Ona görə də məşhurların gəlməsini çox xoş qarşılayıram. Burada bir pozulma yoxdur, düzdür. Bugün Bakıya gələn turistlər bu şəhərin qeyri-adi fonetik var. Gözəllərindən heyranlıqla danışırlar, amma qrammatik yoxdur. Dənizkənarı bulvarda yerləşən Xalça muzeyi, Bakı biznesmen, Park bulvar, Bakı kristal zalı və başqa tikililər öz müasir görünüşü və gözəlliyi ilə hamını heyran edir. Burada da bir şey yoxdur. Hər şey qaydasındadır. Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən konsertdə sənətçilərin bəzisi çıxış edirdilər. Sənətçilərin bəzisi təkdədir. Mübtəda budur da. Bəzisi təkdədirsə, xəbər də təkdə olmalıdır. Çünki canlıdır. Cavab olar D variantı. Elə sevinirdim ki, maestro səhv yazılıb, burada lazım deyil. Niyazinin evindəki ziyafətdə iştirak etmək xoşbəxtliyi mənə nəsib olmuşdu. Burada da qrammatik norma pozuntusu yoxdur. Uyğunluğu müəyyən etməliyik. İndi baxaq. Yay fəsli olduğu üçün buz bağlanmış çayda çox gözəl balıqlar olardı. Yay fəsli olanda buz bağlamaz da. Yəni, deməli, burada leksik norma pozulubdur. Yazıların müəllifi yenə gülümsəyərək dostunun üzünə baxdı və o günkü sualım burada bitişik olmalıdır. Cavabını verdi. B-ni bura yazıram. Nəyə görə sənə sillə vuranda bunu qumun üstünə yazın? Bu artıq deyəsən şillədir. Bu C-dir, şillədir bu. Yuxarı əyilib yerdən bir çubuq götürdü. Yuxarı əyilib olmaz da, burada bir leksik norma pozuntusu var. Aşağı əyilib olmalıdır. D-ni bura yazaq. Sonra bir neçə gün sonra səyahətdən qayıdan hər ikisi təkdədir. Bu da təkdə olmalıydı. Qrammatik norma pozulubdur burada E. Orada dadlı meyvələr olmalıdır. Çünki dadlı təkrar olunan sifətdir. Ondan sonra gələn isim normanın tələbinə görə cəmdə olmalıdır. Cavabım olar E variantı. Qrammatik normanın pozulduğu cümlədir. Yəqin ki, oraya gedəcək. Sabah aparsalar. Elə A. Belə olmalıdır da. Mürəkkəb cümlənin tərəfləri yerini dəyişib. Belə olmalıdır. Sabah aparsalar oraya gedəcək. Nə ağlı var, nə dərrakəsi. Bu elipsis hadisəsidir. Tabes mürəkkəb cümlədir bu. Elipsisdəki bilirik ki, norma pozuntusu sayılmır. Onların bir çoxu təkdədir. Bu da xəbərdə təkdədir. Mən nə qədər dedim? Məsmə qətiyyən eşitmək istəmir. Burada bir problem yoxdur. Sən, mən, bir də şirin xatirələr.
Burada da bir şey yoxdur. Fonetik normanın pozulduğu nümunə hansıdır? Sübhan ani bir cəldliklə almanı üzdü. Fonetik norma pozulmuyor. Yavrum, siz hələ çox gəncsiniz. Bu sözlərimi yadınızda yaxşı saxlayın. Burada irotanajlı maşınlara xüsusi uzanma var. Burada deməli C olmalıdır. Qonaqların hamısı onlara deyilənlərlə razılaşdı. Oyun və yarışdadır. Başqa da heç nə yoxdur da, düzgün işlənibdir. Orada bir dənə uzanmanın nöqtəsini qoymayıb deyə. Neçənci sual idi bu? Hə, 59. Uzanmanın nöqtəsini qoymayıb deyə norma pozuntusu sayılmış olur. Orfoepik norma pozulub orada. Leksik normanın pozulduğu cümlədə qrammatik normada gözlənilməyib. Yəni hər ikisi pozulub deyir. Əsas məqsədi müdaxilə göstərməkdən ibarət idi. Müdaxilə göstərmək yox, müdaxilə etmək olar. Leksik pozulub, amma qrammatik görmürəm. Qüvvətli bir cinayət hadisəsi, leksik pozulub. Ağır cinayət hadisəsi olar burada. Amma qrammatik yoxdur. Gərgin düşüncələri üzündən bizi də tərpənməyə qoymazdı. Burada leksik də yoxdur. Zibeydəgil bir qarın ac, bir qarın tox yaşayırdılar. Burada qrammatik pozulub. Yaşayırdı olmalıdır. Bu təkdədir. Bu da təkdə olmalıdır. Amma leksik yoxdur. Qrammatik var, amma leksik yoxdur. Tələbatın yüksəlməsi, tələbat artar. Tələbatın artması səbəbilə məhsul istehsalını çoxaltmışlardı. Burada da şəkilçilər yerini dəyişib. Cavab olar E variantı. Yəni bu qrammatikdir, bu da leksik normadır. Sonra yanlış fikri müəyyən edin. Frazoloji birləşmələrdəki məcazilik leksik normanın pozulmasına dəlalət etmir. Bəli, doğru fikirdir. Yəni ümumiyyətlə nə şeirdə, nə frazemdə olan məcazilik norma pozuntusu sayılmır. Şeirdə daha çox qrammatik normanın pozulma halı söz sırası ilə bağlı olur. Bəli, doğrudur. İnversiya norma pozuntusu sayılır. Kitabın tərkibində qrammatik normanın pozulmasına rast gəlmək olmaz. Yanlış fikirdir. Vətənim mənim Azərbaycan. Sən nə gözəlsən. Belə bir şey, hər nəysə. Nitq mədəniyyəti sözdən düzgün istifadə ilə yanaşı, sözün müvafiq sinonimi variantlardan istifadəsini də tələb edir. Bəli. Yəni, sözü təkrar eləmək taftologiya hadisəsi sayılır da. Təkrar eləmək olmaz. Onun sinonimindən istifadə etsək daha yaxşı olar. Normanı gözləmiş olarıq. İsmi birləşmə mübtədanın ifadə vasitəsi olduqda qrammatik norma pozula da bilər, pozulmaya da bilər. Bəli, doğru fikirdir. Yəni, mübtədanın ifadə vasitəsidir ismi birləşmə. Ola bilər ki, xəbərlə uzlaşa bilər ya uzlaşmaya bilər. Norma pozuntusu yarada bilər. E-də doğru fikirdir. Bu qoca dünyanın şahidiyəm mən. Burada nə var? Qrammatik norma pozulub. Kölgəmdə dincəlir həl gəlib gedən. Bağçalar gül açır. Yaş torpağımda. Quşların adı var hər yarpağımda. Başqa bir şey görmədim. Ancaq qrammatik norma pozulubdur. Deyir ki, nümunədə ediləcək hansı dəyişiklik eyni norma ilə bağlı fərqli ikinci pozulma halı olacaq. Deməli, bizə lazımdır qrammatik normanı pozacaq bir məqam ki, ikinci dəfə olsun. Üçüncü misrada deyilə bu D-ni götürəcəm. Lar şəkilçisinə görə baxdım bura. Üçüncü misradakı xəbərə lar şəkilçi əlavə edilsə. Üçüncü misradakı xəbər hansıdır? Açırlar olsa. Niyə pozur? Çünki bağçalar cansızdır, cəmdədir. Xəbər normalda təkdə olmalı idi. Amma mən buna lar artırsam, burada da bir qrammatik norma pozular. Onda 2 dənə olar. Eyni norma ilə bağlı 2 məqam olar. Verilən nümunədə pozulan normalar əsasında uyğun variantı müəyyən edin. Hə, bunun davamı buradadır. Başına düşən fikirləri, ağlına gələn fikirlər olar da. Burada leksik norma pozulubdur. Bunu çıxacam. Burada tək 3'ü veribdir. A-nı çıxdım. Bir yerə cəmləyərək yaranan təhlükəli vəziyyət üçün tövsiyədə bir dənə yer var. Həm də biri həm bura yazacam, bura. Həm də bura yazmalıyam.
Aha. Amma burada qrammatik norma görmədim. Ona görə biri buradan çıxacağım. Yəni C variantı da çıxdıq. Ayazın da ata-anası indi oturub onun yolunu gözlərlər. Burada nə var ki, nə pozulub? Bu ata-anası belə yazılıbsa, bu mürəkkəb sözdür. Mürəkkəb sözdürsə təkdir. Təkdir də, yəni cəm şəkilçisi yoxdur. Cəm şəkilçisi yoxdursa, burada bir cəm şəkilçisi, larlər bizə lazım deyil. Şəxs onluğu lazım deyil. Ona görə buna nə götürək? Qrammatik norma pozulubdur burada. 2-ni yazmalıyıq hara? Bura. Yəni 3B-ni də çıxacam. 2 buralarda var amma. Ya D idi, ya idi. Qarşılaşdığı hadisəyə görə çaşbaş qalan Əli babasının yanına gedərək məsləhət söyləmək istəyirdi. Məsləhət söyləmirlər də, məsləhət verirlər. Verməkdir bu. 3-ü yazacam bura. Burada da var, burada da var. Sonra xahiş edirəm ki, buna görə pis olmayın. Qəlbiniz daim kədərdən uzaq olsun. Nə ağlamayın, nə ağlayın, nə də inciyin. Belə olmalıydı. 4 də burada olmalıdır. Amma leksik norma pozulubmu 4-də? Yox, leksik norma pozulmuyub. Bu da çıxır. Cavabım olur E variantı. İndi fonetik norma 3-də biz nəyi görmədik? Deyib bunu, çaşbaş sözünü. Niyə ona fikir vermədik? Bir şey olmalıdır. Cavabım olar E variantı. Nümunələr əsasında uyğunluğu verməyin idi. Mənə elə gəlirdi ki, bugün ayrı yazılmalıdır fonetik norma. Ya sabah, yuxu mütləq doğruya çevriləcək. Doğruya çevrilmək olmaz da Çin çıxmaq olar. Burada da leksik norma pozulubdur. İndi birinci cümləyə baxaq, sonra keçək ikinci cümləyə. Cümlədə 2 məqamda fonetik norma pozuntusu vardı. Yanlışdır. Bir dənə bugün sözünü gördüm. Ədəbi dil normalarından yalnız qrammatik norma pozulmamışdır. Bəli, qrammatik normanın pozulduğunu görmədim. 2 düz fikirdir. 2-ni buradan çıxmalıyam. Biri də götürdüyümə görə bunu da çıxdım. Leksik normanın da pozulduğu cümlədə pozulan normalar budaq cümlədədir. Bəli, mənə elə gəlirdi ki, bu baş cümlədir. Bu da budaq cümlədir. Pozulan cümlələr budaq cümlədədir. 3 deməli doğrudur. 3-ü də götürdüm. Sonra indi deyir, onun addımlarında əsir yarımlıq bir səbir və iradə eşidilirdi. Burada bir dənə fonetik norma pozuntusu var. Deyir, fonetik norma pozuntusu mürəkkəb sözlə bağlıdır. Yanlış deyir, səbir sözü ilə bağlıdır. 4 yanlışdır, götürürəm. Fonetik norma pozuntusu samitlə bağlıdır, yox, saitlə bağlıdır. Doğru deyil. Qrammatik normanın pozulmadığı nümunədə leksik norma pozulmayıb. İradə eşidilirdi, yox, iradə duyulurdu olar. Duyulur. Burada leksik normada pozulubdur. Deməli, bu da səhvdir. Cavabımız oldu C variantı. Hansı nümunədə pozulan norma yanlış göstərilib? Yoxuşa endikcə meşə daha da qalınlaşırdı. Yoxuşa qalxdıqca olmalıdır. Deməli, leksik norma pozulub, düz göstərilib. Niftalı onun düz qaşının ortasından olmalıdır. Burada fonetik norma pozulub, düz deyir. Cəmi bir dəfə uşaq əskərliyə gedəndə və 5 il sonra toyu olanda belə sevinmişəm. Burada həm fonetik var, həm leksik var, doğrudur. Yəni bir dəfə deyirsə, bəs bu əskərliyə gedəndə bir də 5 il sonra 2 dəfə elə daxı. Deməli, leksikdə pozulub. Aramızdakı pis münasibət sarsıdırdı hər ikimizi. Burada qrammatik norma var. Sonra şəhərin ən ucqar fonetik var. Yerində qurulan kiçik səhnəcik. Səhnəcik ilə kiçik olur deyə bu bizə lazım deyildi. Leksik var. Komacıq diqqətini cəlb edirdi hər kəsin. Burada da qrammatik var. Bu yanlış göstərilib. Leksiki yazmayıb. Gərək leksiki də yazaydı ki, doğru olsun. Həm fonetik, həm leksik normanın pozulduğu cümləni müəyyən edək. Yeni sistem azlığın haqqını qoruduğu üçün əksəriyyət 2 dənəyi onu majoritar kimi qəbul etdi.
Majoritar çoxluq deməkdir. Yəni azlığın haqqını qoruyursa, necə majoritar olur? Bu leksik. Həm leksik, həm fonetik norma var. Günah sırğalarını qulağına asıb, yox qulağına taxıb, necə göründüyünü bilməkdən ötürü güzgü qabağına keçdi. Fonetik yoxdur, leksik var. Vitamin çatışmazlığı dodağındakı yaranın gec sağalmasına gətirib çıxarmışdı. Burada bir şey görmədim. Onun başdan sovudu, yox, başdan sovdu hərəkəti get-gedə aralarında nifaq düşməsinə yol açırdı. Burada fonetik var. Hələlik proqramın təkmin yox, təkmilləşməsi üçün hər hansı səbəbi. Burada da fonetik var, amma leksik yoxdur. Verilən sözlərin feil olduğunu bilərək hansı sözlərin tələffüzündə orfoepiya normalarının pozulduğunu deyə biləcəyimizi müəyyən edin. Qatarlar feildirsə lı olmalıdır, qatarlar olmalıdır. Bir də var. 2. Qandı. Qandı başa düşdü. Burada bir norma yox. Düzdür yəni. Qanmaq feili şudur keçmiş zaman qandı. Heç nə yoxdur. Sonra 3. Gələcək. O gələcək. Burada da bir şey yoxdur. Sonra düyünlər. Paltarını düyünlər bağlayar mənasında. Burada da bir şey yoxdur. Başda. Başla, başda. Burada da yoxdur. Dondurmalıdır. R da düşməlidir. Burada 6. Yəni burada cavab yoxdur. İndi bilmirəm yeni nəşrdə bunu dəyişiblər, dəyişməyiblər. Cavabı nə verib? Cavabı B verib. Amma 4'ü götürməzdim mən. Cədvəldəki uyğunluğu müəyyən edin. Yeni bəyan adda qeyd edirdilər ki, nə deyir? Pozulan bütün normalar fonetik gördüm. Qeyd edirdilər ki, ölkəmizin insanları düşmənə asanlıqla boyun əyməyəcəklər olmalıdır. İnsanlar cəmdədir, canlıdır. Burada da olmalıdır. Qrammatik doğrudur. Biri götürdük. Üzündəki təbəssüm bir anda yox oldu. Eşitdiyi xəbərdən başından qopdu düşdü. Burada qrammatik var, amma leksik də olmalıydı. Tüstü çıxdı, başımdan tüstü çıxdı deyirik də, tüstü qopdu demirik ki. İçini çıxıram. İçini çıxacam. Sonra burada biri də götürəcəmsə bunu da çıxacam. İndi qaldıq 2 variantda. Hüsnxət həm bitişik yazılır, həm də burada deməli t-nın biri olmur. Fonetik var. Qaydalarına əməl etməyən şagirdlər. Şagirdlər cəmdədir. Burada da bir cəmdə olmalıydı. Xəbər, qrammatik də var. 3'ü götürdüm. Uşağı istidən mühafizə etmək. İstidən mühafizə etmək, qorumaq olar. İstidən qorumaq üçün qalın yorğana bürümüşdülər. Yəni bu tərsinə hərəkəti niyə eləyəsən ki? Yəni leksik norma var burada. 4'ü götürdüm. Başqa bir normanı görmədim. Mahir sürətlə, yəni fonetik deyil də, çünki sözlər düz yazılıb. Qrammatik deyil, uzlaşma düzdür. Mahir sürətlə atıldı atın belinə. Qrammatik var. Atı böyük iri qamçı ilə qamçılayaraq oradan uzaqlaşdı. Amma nə leksiki görmədim, nə də fonetiki görmədim. 5'e də çıxaq. Cavab olar C variantı. Verilən fikirlərin doğru və yanlış olma baxımından dizgin ardıcıllığı göstərilən variantı müəyyən edək. Numerativ sözün düzgün işlədilməməsi leksik normanı pozur. Doğrudur. Sözün vurğusunun düzgün göstərilməməsi orfoqrafik normanı pozur. Yanlışdır. Orfoqrafik yox, orfoepik normanı pozur. Orfoqrafik və orfoepik norma qrammatik və fonetik norma əsasında yaranmır. Yanlışdır. Onun əsasında yaranır. Vulqar sözlər bədii məqsəd güdərsə, ədəbi dil normaları onları işlətməyə qadağan etmir. Doğrudur. Elmi mətnlərdə sözlərin çox mənalığına, məcaziliyinə yol verilməsi leksik normanı pozur. Doğrudur. Yəni elmi mətndə sözün çox mənalığına, məcaziliyinə yol vermək olmaz. Sözlər və cümlələr arasında əlaqələrin düzgün qurulması qrammatik normanın tələbidir. Bəli, bu da doğrudur. Buna uyğun variant D variantı. Cədvəldəki uyğunluğu müəyyən edək. Yalnız fonetik norma pozulan cümlədir.
Əlbəttə ki, Gönçə xala bekar yox, bikar deyil. Sənə heç nə deməsə də axtarışlara davam edir. Bəli, bir də başqa norma yoxdur. Hərdən ölkədəki vəziyyət yığ, mənim də qanımı qaraldır. İkidə də başqa bir şey yoxdur. Dəhlizin divarına asılan açarları götürüb otaqların qapısını açdı. Burada da fonetik norma pozulmayıb. Üçü çıxsaq, üçü bunlardan çıxsaq, hamısı sözlər düz yazılıb. Yalnız qrammatik norma pozulan cümlədir. Anlaya bilmirəm ki, belə ağılsız insan necə olur ki, böyük bir qurumun rəhbəri vəzifəsində çalışır. Burada qrammatik norma pozulmayıb. Siz bizim məktəbdə təhsil alan şagirdlərdənsiniz. Burada da qrammatik norma pozulmayıb. Kəndə qayıtdıqdan sonra qisas almaq üçün fürsət düşdü əlinə. Burada pozulma var, yer dəyişmə var. Altını götürəcəm. 1, 2, 6 B variantı olar. Bitdi. Növbəti izahlarda görüşənə qədər sağ olun, salamat qalın. Razılaşmadığınız məqam olarsa rəydə yazın, təkrar baxaq. Hələlik.